Qaradulaq kəndində Zəfər Parkının açılış günüdür. Bu parkın yaranmasında iştirak edən, köməkdarlıq edən bütün insanlara minnətdarlığımızı bildiririk. Ağcabədi rayonunun Qaradulaq kəndində yeni salınan Zəfər Parkının açılış mərasimi keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rızayev, eləcə də rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə parkda ucaldılmış Zəfər abidəsini ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Açılışda çıxış edənlər Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, şəhidlərin qəhrəmanlığından və ölkədə aparılan abadlıq, quruculuq işlərindən danışıblar. Qaradulaq kəndində yaradılan Zəfər Parkı kənd sakinlərinin istirahəti və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Parkda yaşıllıq zolaqları salınıb, istirahət güşələri uşaqlar üçün oyun meydançası və abidə kompleksi inşa olunub. Sonda tədbir iştirakçıları park ərazisinə baxış keçirib, görülən işləri yüksək qiymətləndiriblər. Hörmətli izləyicilər, hal-hazırda gördüyünüz kimi Ağcabədi rayon Qaradulaq kəndindəyik. Dəyərli izləyicilər, Qaradulaq kəndinə gəlməyimizin məqsədi budur ki, Allah şəhidlərimizə rəhmət eləsin. Bu günlərim Zəfər Parkının açılışıdır. Parkın açılışında iştirak edən Ağcabədi rayon icra başçısı cənab Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rızayev, hüquq mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, məktəb direktorları, bələdiyyə icra nümayəndəsi bu parkda açılışında iştirak elədi. Parkın ərsəyə gəlməyində əziyyəti olan hər bir şəxsə öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Xaricdə yaşayan, Rusiya Federasiyasında yaşayan kənd sakinlərin, dəyərli qardaşlarımıza öz təşəkkürümüzü bildiririk ki, onların dəstəyi ilə, Ağcabədi rayon icra başçısı Rafil Hüseynovun dəstəyi ilə, Tahir Rızayev deputatımızın dəstəyi ilə park belə ərsəyə gəldi. Bu gün də açılışında gördüyünüz kimi gözəl bir böyük parkdır. Yenə də Allah dövlətimi, millətimi, bayrağımı uc etsin. Bugün 15 oktyabrdır. Məlum məsələdir ki, 2020-ci ildə qazandığımız qələbəni, sevinci, zəfəri hələ də yaşayıb qutara bilmirik. Bunu yaşayıb, yaşatmaq üçün, əbədələşdirmək üçün Qaradulaq cavanları, vətənpərvər Qaradulaq sakinlərinin təşəbbüsü ilə həsr etdiyi, əbədələşdirilməsi üçün yaratdığı bu gözəl parkın, Zəfər Parkının açılışına yığışmışıq. Tədbirimizi açıq elan edirəm. Səslənməsində hətta quşlar da qanad saxlayıb qulaq asan qürur hissimiz, şəhidlərimizin ruhu dincələn, Azərbaycan dövlətinin himnini səsləndirməyə xahiş edirəm. Bugün salınan hər park, əkilən hər ağac, yetişdirilən o çiçəklər bizim şəhidlərimizin ruhuna bir hörmətin, ehtiramın ifadəsidir. Onların ruhu bugün çiçəklənir. Bax, güllər. Çünki siz bu parkı salmışsınız, onları yaşadırsınız. Onlar həmişə bizlə yaşayacaqlar. Çünki onlar torpağa gediblər. Torpaq üçün canlarını veriblər, xalqın, vətənin yolunda şəhid olublar. Onların hər biri bizim üçün əzizdir. Səhhətini itirən qazilərimiz bizim üçün əzizdir. Əgər kənd cəmaatı, siz insanlar bugün şəhidlərin ruhunu belə sevindirirsinizsə, uzun illər onların xatirəsi qəlblərdə yaşayacaq. Çünki biz keçəriyik. Ancaq bu park neçə-neçə insanı, neçə-neçə cavanı öz qoynuna alacaq və uzun müddət bura bizim məktəblərimiz gəlib gedəcəklər. O bizim şəhidlərimizi, o aziz balaları yad eləyəcəklər. Onların ruhuna dualar oxunacaq. Çox nəcib bir əməldir bu. Şəhidlərin adını yaşatmaq, onların xatirəsini əbədiləşdirmək,
onları hər gün, hər saat yad eləmək. Bu bizim bir borcumuzdur, vətəndaş borcudur. Bugün Azərbaycan dövləti, Azərbaycan prezidenti şəhid ailələrinə, qazilərə göstərdiyi o qayğıya, diqqətə görə dünya bir nümunədir. Çünki heç bir ölkədə şəhid ailələrinə, qazilərə, müharibədə, fədakarlıq yollara bu qədər hörmət, ehtiram göstərilmir. Çünki biz oxuyuruq, gedirik, tanış oluruq və əlbəttə ki, bu vacibdir. Bu tək bizim üçün vacib deyil, bugünümüz üçün vacib deyil, gələcəyimiz üçün vacibdir. Bir vətənpərvərlik dərsidir. Bir vətənpərvərlik məktəbidir ki, bizim gənclərimiz 2020-ci ildə 23 saat antiterror tədbirlərində o azğın düşmənləri yerlərində otuzdular. Torpaqlarımızı azad elədilər. O torpaqları ki, 30 il yağı işğal altındaydı, dağıdılırdı, sökülürdü, zəhərlənirdi, meşələr qırılırdı və bugün o torpaqlar azaddır. Bugün o torpaqlarda gedən iş, qurucu işarət dünya üçün bir nümunədir. Televiziyadan görürsünüz, xarici ölkələrin dövlət rəhbərləri gəlirlər, ictimai şəxs xadimlər gəlirlər, çox böyük insanlar o yerləri ziyarət edirlər, o yerlərdə olurlar və bu möhtəşəm işlərə onlar o qədər sevinirlər, o qədər qürur hissi keçirlər, həm də bir qısqanclıq yaranır ki, balaca bir Azərbaycan öz zəfəri ilə, öz qələbəsi ilə dünya nümunə olmaqla bərabər həm də belə möhtəşəm işlər gedir. Bu, əlbəttə ki, ölkə rəhbərinin yeritdiyi o siyasətin bir uğurudur, nəticəsidir, xalqın mətənliyidir, xalqın bax belə təşəbbüsüdür ki, dövlət inkişaf eləyir. Azərbaycan iqtisadiyyatı da, mədəniyyəti də bugün öncü sıradadır. Son yarım ayın biz görüşlərin götürüb diqqət yetirsək, ölkə rəhbərinin 4 böyük samitdə iştirakını görürük. O samitlər ki, bilavasitə dünya sülh, təhlükəsizlik bəyanatı verir və bütün tədbirlərin önündə də ölkə rəhbəri cənab İlham Əliyev durur. Onun bugün siyasəti dünya bir nümunə göstərilir. Dünyanın ən böyük dövlət rəhbərləri bizim prezidentimizlə hesablaşırlar. Onu ən mötəbər tədbirlərə dəvət edirlər və onun təhlifləri orada keçərlidir, keçir də. Ona görə də bizim hər birimizdə ölkə rəhbərinə dəstək olmalıyıq. Bizim hər birimiz şəhid ailələrinə dəstək olmalıyıq. Onların yanında olmalıyıq. İlk növbədə o parkın açılışı münasibətilə kənd cəmaatını təbrik edirəm. Allah çox xeyir versin. Elə olsun ki, təkcə bu şəhidlərlə bağlı yox, bu Zəfər parkıdır, parkıdır, Zəfər parkıdır, qələbə parkıdır və burada ancaq qələbələri inşallah. Ölkəmizin başçısı Cənab Prezident İlham Əliyevin apardığı indiki siyasət dayanmadan bizi qələbələrə aparır. Hər gün bir qələbə, bir sevinç xəbərləri gəlir. Həm ölkənin daxili bir ərazisində, həm onun hüdudlarından kənarda siyasət meydanında bir xoş xəbərlər alır. Gözümüzün qabağında elə bir ay, elə bir gün yoxdur. Azərbaycanda hansısa bir möhtəbər tədbir keçirilməsin, dünya liderləri gəlməsin. Cənab Prezident həmin xaricdə dünya liderlərinin iştirakıyla keçirilən tədbirlərdə iştirak eləməsin. Bunlar çox önəmli məsələlərdir. Bunun da səbəblərindən biri budur ki, Azərbaycan ölkə rəhbərliyi ilə, Ali Başkanının rəhbərliyi ilə və bu xalqın, bu ordunun qüdrəti ilə öz nüfuzunu, öz mənliyini, öz millətçiliyini sübut elədi. 44 gün ərzində məlum düşmən üzərində qələbə çaldı, onu tərk-silaha vadar elədi. Dünya bunu bilirdi, amma göz yumdu. Dünya bunu bilirdi, düşmənin arxasında dayanırdı. O dəmir yumruq və sonradan da Türk Birliyi artıq bu məsələlərin hamısına bir xət çəkir və dünyada Azərbaycanın ölçüsünə, miqyasına baxmayaraq öz sözünü deyən və öz sözünün sahibi olan bir ölkə üçün. Bu miqyasda görülən hər bir iş ancaq sevinç gətirə bilər. Bugün də bu parkın açılışı bir rəmzi simvol daşıyır. Bura istirahət mərkəzidir, insanların yığılacaq yeridir. Bundan qabaq hamı yığışırdı, yolun qırağı.
Amma böyüklər bazı bölümlər, Ağsaqqalıda, Ağbirçəkdə, ata da, ana da, burada cavanlar da olacaq. O cavanlar da bu adamların gözünün qabağında olur. Burada bayaqdan hansısa cavanın əyri hərəkəti varsa, gözünün qabağında olacaq. O da başa düşəcək ki, belə hərəkət qəbul olunmazdır, bu hərəkət belədir. Bu hərəkətlərə də bir nəzarət edə biləcək. Və mən istəyərəm ki, burada bu cür böyük bir hadisəyə kənd cəmaatının çox az bir qismi geçir. Bu əslində belə olmalıdır. Onlar bunu çox böyük sevinçlə qarşılamalıdırlar. Bu sevinçlə də buna baxmalıdırlar, gəlməlidirlər. Və arzu edirəm ki, bundan sonra onların qədəmləri bura hamısı açılsın. Bundan ötürü baxın, uşaq əyləncə mərkəzində düzəldirlər. Uşaqların da gəlməsi üçün burada yer var. Okulların da hamısını qaydaya qoymaq olar. Burada olan kiçik çatışmazlıqlar var. Yenə də onun aradan qaldırılmasına sizdir, bizdir, kömək eləyə bilərik. Tutalım, buranın işlanma sistemi yoxdur. Buna kömək eləyərik, həm də kömək eləyərək. Bu mərkəzi buranın işlanmasına dirəkləri qoyular. Ola bilər, hansısa çatışmayan yerlər var, yeni ağaçların əkilməsi var. Onlar da belə seçmək lazımdır ki, bu təbii bir, burada mühit var, köynədən dədə-baba ağaçları var, ondan sonra şəkil ağaçları var, onların hamısı bu mühitdə olubdur və gələcəkdə yetişən ağaçların da, qalxan ağaçların da hamısı bu torpağın belə bəhrəsi kimi qalsın və bu cəmaata başlayacaqlar gəlsin. Ağcabədi rayonunun Qaradolaq kəndi, Paşayev Cahangir. Bu günlərin bizdə Zəfər Parkının açılışıdır. Bu Zəfər Parkının da yaranmasında bizim Qaradolaq cəmaatı, Rusiyada yaşayan Qaradolaq cəmaatının köməyi ilə biz bunu ərsiyə gətirmişik. Ondan əlavə burada yerli cəmaatımız, kənd bələdiyyəsi, kəndin icra nümayəndəsi, bir də bizim deputatımız Tahir müəllimin köməkliyindən biz bunu düzəldib başa gətirmişik. Düyündəki fərəhli bir gündür ki, bütün cəmaatımız hamısı burada iştirak edir. Rusiyada yaşayan uşaqlara da mən öz minnətdarımı bildirirəm ki, bugünkü günü biz onun bəhrəsini gördük. Özünü təqdim edin. Ağcabədi rayonunun Qaradolaq kəndinin sakini Kərim Əbdüləhov. Biz bugün buraya yığılmışıq bu parkın açılışına. Bu parkda bizim Rusiyada yaşayan qardaşlarımızın çox böyük əməyi olur. Elə də bizim bu kəndin sakinlərinin, icra nümayəndəsinin hamısının böyük əməyi olur. Bugün onun bəhrəsidir, gördük onun bəhrəsini. Bugün də açılışdır. Çox sağ olsunlar. Mən də Qaradolaq sakini Qurbanov Mais. Mən də öz adımla əvvəla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı. Bugünkü gün o Zəfər Parkı, yəni ona görə açılır ki, yəni biz bunu Zəfər qələbəsi deyək, bu münasibəti bunu açmışıq. Burada da hər növ köməkliyi olub, istəyir fiziki, mənəvi, maddi, hər kəsə öz minnətdarlığımı bilirəm. Kənd cəmaatımıza minnətdarlığımı bilirəm, elimiz obamıza minnətdarlığımı bilirəm ki, yəni bura böyük dəstək eləyib, dəstək çəkilər. Sonra da belə bir anlı ki, mən şəxsən özüm Milli Məclisə getdim. Milli Məclisdə məsələn Tahir Rızayevin qəbulunda oldum, Tahir müəllimin. Yəni getdim, çox gözəl, yüksək formada qarşıladı, yola saldı, dedi narahat olmayın. Buranın asfaltlanmağında biz onun köməyi oldu. Yəni onu biz deməliyik, yəni bizim borcumuzdur, sağ olsun, var olsun, o da dedi, elədi. Allah köməkləri olsun. Rusiyada yaşayan iş adamlarının tək köməkliyi bu parka deyil. Kənddə məsələn, onkoloji xəstə olanlara, kənddə məsələn, qəbirstanlığımızdır bu. Və bəzi yerlərə hamısına köməkliyi oradan olur. Hüzur yerlərinə, məsələn, kəndimizə hüzur yerləridir. O, hər hüzur yeri düşəndə oradan yardım göndərir. Çox böyük dəstəklər var. Hamısı uşaqların. Sağ olsun, hər bir əziyyət keçənlərə təşəkkürünü bildiririk. Yəni, göz qabağında da böyük bir vəsait qoyulub. Bugünkü günü onları yaddan çıxartmaq olar. Biz nə hərəkət edirik onlara görə, onların səbəbinə. Allah onların köməyi olsun. Ol, çox sağ olun. Yusuf İsmailoğlu, Qaradolaq kənd sakini. Mən bu parkın açılışında, Zəfər Parkın açılışında burada köməkdarlıq eləyənlərin hamısına uzun ömür, can sağlıq arzu eləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Bələdiyyəmizin canı salamat eləsin. Sovet sədrinin canı salamat eləsin. Tahir Rızayevin canı salamat eləsin. O üçün bu Rusiyada yaşayıb bu parkı təşkil eləyən uşaqların
başında duranların, köməkdarlıq eləyərin hamısına mən minnətdarlığımı bildirirəm Qaradolaq cəmaatı adından. Mən hamısına təşəkkür elan edirəm. Sağ olsun, var olsun. Allah sizə rəhmət Elimiz, etsin. ovamız, xalqımız, rəhbərlərimiz, ordumuz hesabına da bu partazat da çəkilib. Sağ olsun, var olsun. Ordumuzun, döyüşənlərin canı salamat olsun. Ölənlərə Allah rəhmət eləsin. O kimi belə xeyirxalq işlərdə duranların Allah hamısını kömək olsun. Amin, amin. Mən Babay və Ədalət Qaradolaq kənd sakiniyim. Bugün Qaradolaq kəndində Zəfər Parkının açılış günüdür. Bu parkın yaranmasında iştirak edən, köməkdarlıq edən bütün insanlara minnətdarlığımızı bildiririk. Rusiyadan qardaşlarımız yaxşı köməklik eləyib. Deputat Tahir Rzayev cənabları kömək sahəsində bu Zəfər Parkının büyük açılışını edir. Kənd bələdiyyəsi, icra nümayəndəsi, bütün kənd cəmaatı bu işdə iştirak edib, köməkdarlıq edib. Onlara minnətdarlığımızı bildiririk. Şəhidlərimizi Allah rəhmət eləsin. Ordumuzu həmişə dəmir yumruq sahəsində, prezidentimizin sahəsində ordumuz həmişə zəfər çalsın. Sağ olun, minnətdarlığımızı bildiririk.